Azərbaycan belə bir rəzil vəziyyətdə olmalıdır. Niyə Azərbaycan vətəndaşı bu cür acınacaqlı vəziyyətdə yaşamalıdır? Məsələn, ərəb ölkələri var ki, elə hər bir anadan olan uşağın hesabına küllü miqdarda vəsait qoyulur. Evlənən hər bir yeni ailəyə ev tikmək üçün torpaq sahəsi verilir. Hər bir ailəyə, məsələn, bəzi ölkələrdə 20.000 dollar, bəzi ölkələrdə 30.000, bəzi ölkələrdə 50.000 dollar, yəni Amerika Birləşmiş Ştatları dolları həcmində vəsait verilir birbaşa ki, onlar öz həyatlarını qura bilsinlər. Yəni Azərbaycan da təxminən belə yaşamalı olan bir ölkədir. Ancaq Azərbaycanda təəssüf ki, hakimiyyətdə olanlar varlandıqca, məmur təbəqəsi varlandıqca cəmiyyətin daha da kasıblaşması prosesi gedir. Yəni cəmiyyətin dolanışığı üçün, insanların dolanışığı üçün şərait yaradılmır. Əksinə, onlarda əvvəl mövcud olan şərait onların əlindən alınır. Məsələn, kənd təsərrüfatında ən vacib məsələlərdən biri su məsələsi, suvarma məsələsidir. Bütün suvarma kanalları yaradılmış aqroparklar vasitəsilə ələ keçirilir və onların üzərinə nəzarət qoyulur. Vətəndaşlar öz bağlarını sulaya bilmirlər, əkin sahələrini sulaya bilmirlər. Və ya məsələn, heyvandarlıq sahəsi üçün ən vacib olan məsələlərdən biri örüşlərin olmasıdır. Örüşlər ələ keçirilir, örüşlər əkin sahələrinə çevrilir. Örüşlərdə Azərbaycan dövlət rəhbərliyində olan şəxslərin, nazirlərin, komitə sədrlərinin, yəni onların saysız hesabsız malqarası o otlaqlardadır, orada fermalar açıblar, orada qoyun fermaları yaradıblar, qoyunçuluğu inkişaf etdirirlər. Yəni, vətəndaşa hətta çobanlıq edib, çoban olub, çoban kimi ailəsini dolandırmaq, bu qoyununu artırmaq hesabına ailəsinin yaşayışını təmin etmək, bu iri buynuzlu mal saxlamaq hesabına ailəsinin dolanışığını, ətini, yağını, südünü təmin etmək üçün onların əlində olan minimum imkanlar da vətəndaşların əlindən alınır, bilirsiniz. Yəni, ədalətsizlik, haqsızlıq Azərbaycanda həddən artıq çoxdur və təəssüf ki, dayanmaq bilmirlər. Yəni, gözlənilən idi ki,